Bugün sizləri Raman Südçülükdən salamlayırıq. Ramanda 166 nömrəli nəqliyyat xəttinin son dayanacağına yaxın olan ərazidə əsas yoldan dayanacaqdan 100-200 metr məsafədə yerləşən dəhliz sistemli 5 otaqdan ibarət şəxsi tikili 5 sotun üzərində inşa olunmuş həyət evini çəkib sizlərə təqdim edirik. Bu gördüyünüz bir yataq otağı dəhliz sistemi ilədir, kombi sistemi ilə təchiz olunub, yerdən kürsülü, qoşadaşla tikilib, şəxsi tikilidir, paket dam. Bu isə evin qonaq otağı, işıqlı, geniş, səliqəli, səhmanlı, keyfiyyətlə tikilmiş həyət evidir. Növbəti ikinci geniş yataq otağı. Daxildə yerləşdirilmiş sanitar qovşağı, ev kombi sistemi ilə təchiz olunub, tam təmirli evdir, geniş həyətyan sahəsi var, 5 sotun üzərində inşa olunub, 166 nömrəli nəqliyyat xəttinin dayanacağının yaxınlığında yerləşir son dayanacağının, bu isə evin qapalı həyətyan sahəsi, naves yığılıb həyətyan sahənin bir hissəsinə, həyətdə yerləşən sanitar qovşağı, bu isə həyətyan sahədə yerləşdirilmiş 5-ci böyük otağımız. Otağın daxilində mətbəx və sanitar qovşağı yerləşdirilib, tam ayrıca yaşayışa hazır vəziyyətdədir. Əsas yola dayanacağa 150-200 metr məsafəsi var. Qapalı həyətyan sahədən əlavə ayrıca bağ üçün nəzərdə tutulmuş həyətyan sahə var. Burada ayrıca evdə tikmək mümkündür. Evin sənədləri çıxarışdır. Qiyməti 135.000 manatdır. Səhifəmizdə əlaqə saxlamaq üçün nömrəmiz qeyd olunub, endirim nəzərdə tutulur.